Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı Günayla birlikdə Misirdə istirahət etdiyini açıqlayıb. O, istirahət etdiyi məkandan görüntülər paylaşaraq izləyicilərlə səmimi söhbət edib. Canlı yayım zamanı yayımlanan kadrlar sosial şəbəkələrdə maraqla qarşılanıb. Həmin görüntüləri təqdim edirik. How can you help go to the back? Mən də deyirəm ki, go to the home. I am here, don't lonely. I go my room, please. Don't touch me. Elə nə bilirdim, sözlərin hamısını dedim, çıxdım oradan. Bip bip. Cəmaət evinə işinə avtobuslarla gedirlər. Uy. Ha? Gözümün ışığı geldi. Gözümün ışığı geldi. Gel. Hoş geldin. Ne oldu? İş ne? Canlıdasan. He. Selamun aleyküm. Bura Misir'di. Şarm el Şeyh. Ehram. Yaxşı elədin. Qızlar, yaxşı elədin. Yaxşı elədin. Öpürəm hamınızı. Oxuyuram kommentlərimizi. Bacardığım qədər Instagramda, TikTokda cavabı yazmağa çalışıram. Bir dənəsiz Allah hamınızı qorusun. Allah heç bir kişini arvadsız eləməsin. Amin. Tək qoymasın. Amin. Tək olmaz. Bütün kişilər kommentdədir orada. Hamının ürəyinə tikan girmişdi, çıxdı. Bu qadınların ürəyindən çıxdı. Kişilərin ürəyinə girdi. Bugün suşilər gəldi. Üzr istəyirəm. Bugün sushi restoranındayıq. Bizi dəvət eləyiblər, gəlmişik. Gəlirəm. Hə? Mən olmayayım. Ha, bir dənə kadr çəkdiniz, sonra atarsan. Vallahi bloger olmaq da bir şey deyil. Yeməyə qabağına qoymamış deyirlər, çəkkinən sonra ye. Adam bilmir yesin, çəksin, yesin. Siz blogerlərin günü, vallahi günü gün deyil, biz blogerlərin də, yəni bu artıq bu influencerlərin, blogerlərin günü gün deyil. Yeməyə yeməmiş deyirlər ki, çək qoy sonra ye. Çək qoy sonra ye. Siz elə bir cəmaət kefindən çəkib qoyuramsınız. Allah. Ay Günay, həmişə gəzməkdə, amma Zara da sanki kömək istəyir. Bu Respublikada Can, çox sağ ol Nazım. Nazım, çox sağ ol. Sən axırıncı yerdəsən deyə bizi də orada gördün yəqin. Ürəyimsən mənim canım. Salam aleyküm. Buyurun. Hava necədir orada? İstidir, amma axşamlar çox qəşəng olur, çox sərin olur, ləzzətlidir. Yaxşıyam Zaur bəy, kömək. Salam Zaur bəy, sizi televiziyada görmək istəyirəm. İnşallah, inşallah. Burada bir gözəl ailələr var, çox ziyalı, çox gözəl ailələr var. Onlar belə həmişə bizi görən kimi burada hər zaman deyirlər ki, biz sizsiz qala bilmirik. Deyirəm, heç nə olmaz, yaxşı olar. Salam Zaur bəy. Vallahi baxır siz nə bacarırsınız. Salam aleyküm, buyurun. Bu nəyə düşdü, getdi? İnanırsınız, suyun içində o qədər qəribə həşəratlar, heyvanlar, balıqlar var ki, siz bilirsiniz də Qırmızı dənizdə balıqların tutulmasına, yeyilməsinə qoruq kimidir də, onlara icazə yoxdur da. Amma Rixos burada təsəvvür eləməsiniz, çox gözəldir. Radamis xüsusilə mən FM Tura təşəkkür edirəm və Rixos Radamisin öz ailəsinə təşəkkür edirəm ki, bizə belə gözəl şərait yaradıblar. Həqiqətən də belə çox möhtəşəmdir. Hələ burada bax belə gördüyünüz bir hovuz var. Burada üzmək olmaz, amma burada nə olar bunu göstərəcəm sizə. Bu Rixos Radamisdir. Radamisti çox gözəldir. Bugün bizi Wabi Sabi restoranına dəvət eləyiblər. Çox sağ olsunlar. Yəni bizim üçün bunu həm FM Tur təşkil eləyib, həm də Rixos Radamis ailəsi təşkil eləyib. Sağ olsunlar, çox sağ olsunlar həqiqətən də. Ay anam, yediyimiz, içdiyimizi bilmirəm. Elə nə yeyirəm deyə 60 qəpik gəldi yenə. Şiddət görən kimi əlimi qaldıracağam, yaxşı. Çəkdin? Yaxşı da. Canlıdayım. Ne boş
Stəkan. Hot roll yoxdur. Bu oturdu. Hansı? Sən istədiyin. Bir dənə bunu çəkə bilərsən, mən bunu belə tökdüyüm yerdən. Əlbəttə. Bura çox isti deyil, yox. Axşamlar çox qəşəng görür. Əməlli başlı külək var və sərin var, çox yaxşıdır. Gözlə, gözlə. İşığı bu tərəfindən qoy da. Yox. Aha. Dayan. Elə düzəldərəm məsələn. Yox, qəşəng. Saçımı istədim. Yox. Qalmır çox. Bunu qalsın da, nə olsun ki, qalır. Hə. Ha. Görə bir dənə gözlə, qoy arxadan çəksin. Yetişə.